Bəli, Pezişkanla görüşdüm. Sual verdi ki, nə gəlmişsən? Dedim, o şeir deyirdi, Heydər Babiyə salam. Onu əzbərləmişəm, gəldim deyim, görüm xoşal gələcək ya gəlməyəcək. Dedi, başqa durum ona nə deyil? Nə var, nə qalıb ki? Gedim deyim. Dedi, şeiri deyil, görüm nətər əzbərləmişsən. Elə olduğu kimi şeiri dedim. Heydər Baba, ildırımlar çaxanda, İlham Əliyev yumruğunu sıxanda. Onda dedim ki, sonra deməsin ki, şeiri yarım çıx demişsən. İlham Əliyev yumruğunu sıxanda, Paşinyan qaçıb İrəvandan baxanda, yəni o vaxt gedib İrəvandaydım da oradan baxırdım. Şuya, Xankəndinə. Sonra axırıncı kupletini özümdən yazmışdım. Heydər Baba, yolum səndən gəc oldu. Makron öldü, gələnmədi, gec oldu. Heç bilmədim, ayarıqgil necə oldu. Pua vurdu, biraz gec oldu, güc oldu. Mən nə bilim, ayrılıq var, ölüm var. Axı mənim Şuşada nə ölümüm var. Hiss elədim ki, şeirdən xoşu gəldi. Yəni orada başqa bir danışıq olmuyor. Sadəcə görüşdük. Oradan da qayıdıb gəlmişəm İrəvana. Bu Azərbaycan şairi Şəhriyarın şeiridir. Dabını da burada yazıb. Qoy bir qara xəbər var, onu deyim. Deməli bu WhatsAppda bir funksiya əmələ gəlib. Əvvəllər sağa elə bir ki mesaj gəlirdi. Sən onu üçüncü tərəfə ötürürdün. Bu yeni funksiya elədir ki, yəni adamı bagaja qoya bilər o dəqiqə. Sən onu digərinə göndərdinsə, elə bir ki, onu sağa göndərən adamda 2 xət yox, 3 xət görsənəcəkdir. Yəni, WhatsApp da son vaxtlar elə axırın itirə gedir. Yəni, həmişə ona buna mesaj göndərəndə ehtiyatlı olun, kobravat eləyin atında. Elə bir ki, da promo göndərdir. Yəni, bu fövqəladə bir vəziyyətdir. Həmişə belə bir şeyə diqqət yetirin, yəni yanmayın. Məsələn, Ardışın özünə o qədər mesajlar yazırdım, səsi oradan buradan çıxırdı, sonra bunun boynuna qoymaq olmurdu. Amma indi biləcəm ki, mesaj atmışam, kiməsə göndərəndə orada xət var, 2 xət. Bir maraqlı yeri də odur ki, məsələn, mən indi yazıram, Makrona bir dənə mesaj göndərəm. Makron da onu əgər yoldaşına göndərəcəksə, yoldaşı da onu mənə göndərəcək. Mən bunu göndərəcəm Makrona, biləcəm ki, 8 xətdir. Dəqiq Makron bunu yoldaşına atıb, yoldaşı, yəni üçümüz də biləcəyək ki, kim kimə atıbdır. Da bu, başqa yolla fırladamayacaq ki, mən kimə satmamışam. Orada fakt var axı, yəni bu orada qalır belə. Məsələn, profil şəkili qoymuşsan WhatsApp-a, kimsə onu skren edib, götürmək istəyirdi, atı ona buna. Amma onu skren edib götürmək istəyəndə oradan sana bir əl işarəsi gələcək ki, pis əl işarəsidir. Oradan sana SMS gələcək ki, yemədin, getdin. Bu spikerin özü, ona atdıqlarını kimə atır, atmır, bilmirəm. İndən bilə kim attım biləcəm. Nə var, nə yox, qafam nətər? Buyur, ayar böyle var yerə bu. Hara gedirsən? Getmə. Ayar getmə. Getmə, aparacaqlar. Bax, gördün? Hala. İncəldin. Hara apardılar? Allah canınızı sağ eləsin. Bəli. Getdi, gəlməz da o. Sən açıqıya çıxart, mən də qulağımdakın bir-birimizi görək, eşidək. Deməli, bu Ermənistanın məndən qabaqçı varsa Petri Sarkisyan, mən onunla əskərdə olmuşam. Bir gün bu əskərlikdə zəhərlənmişdi. Rusiyyətdə xidmət eləmişik Stroybatda. Bir dəfə zəhər olsun, bu Saskadan zəhərlənmişdi. Buna apardılar Sansasda. Orada doktor dedi ki, sən Saskanın indən belə qaynadanda qabığın soy qaynat. Bunda gözü nətər qorxmuşdursa, bu həmişə Saskanı soyurdu, kartoşkanı da soyurdu. Qaynamalı nə varsa hamısını soyub qaynadıb yeyirdi. Başı etmişdi, artıq yumurtanı da soyub qaynadırdı. Ondan sonra bu qaynamayan şeylər var, məsələn banandır, qozdur. Bunlar qaynanmadığına görə bunlar elə qabıqlı yeyirdi. Sonradan gəldi, nətər oldu, necə oldusa, oldu Ermənistanın varsa petisi.
Ondan da sonra məlum oldu ki, nə qələtlər elədi, hansı cinayətlərlə məşğul oldu, indiyə kimi Qarabağda, Ermənistanda. Bir müddətdir yoxdur, indi hansısa cəhənnəmistanda gizlənibdi. Sözümü nəyə gətirirəm? Bu şeir istəyirəm elə indicə deyim, təzə şeirdə. Deyir İlham Əliyev, o ki verdi əmri, Sarkisyan öldü sanki, çıxmır səsi, səmiri. Qara gözlü pualar qalxan kimi havaya, anidən arvaddaşdı, heç getmədi davaya. 44 günlük davada özün ancaq hərrədi, dava qutaran kimi çıxdı məni şərrədi. Dedi hanı Hadrut, bizimkilər harda qaldılar? Dedim başı batmış Hadrut ənə, Xankəndini də aldılar. Odur budu yoxdur. Buradan getməmiş, yadından çıxmamış bir ad günü təbriki var. Onu eləyim. Deməli, əslən Qubadlıdan olan Məmər kəndindən Sumqayıtda doğulub böyüyüb başa çatan Səmədov Samir təbrik eləyirəm. Aprelin 20-si 44 yaşı tamam olur. Onu təbrik edirik. Bəyək dedim axı Qubadlıdır Məmər kəndindən. Buradan ona uzun ömür, can sağlığı arzulayıram. Elə dedi ki, məni bir təbrik eləsəz sevinərəm, təbrik edirik.